Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlə Word proqramında cavab kartının hazırlanma videosuna baxaq. Yəni, hazır cavab kartı axtarmağınıza artıq ehtiyac yoxdur. Bunun üçün nə etmək lazımdır? 24, D0, Alt-X düymələrini eyni anda işlətmək lazımdır. Ayrıca 24, D1, Alt-X, 24, D2, Alt-X, 24, D3, Alt-X və əgər Y variantımız da varsa 24, D4, Alt-X-i qeyd edirik. Bundan sonra bunu artırmaq üçün təbii ki, kopyalayıb təkrar şəkildə yapışdırmaq lazımdır və istədiyimiz saya qədər biz həmin bu cavab kartındakı sualları əlavə eləyə bilərik. Bu cür maraqlı, qısa yolları öyrənmək üçün, videolardan yararlanmaq üçün səhifələrimizə, kanalımıza abunə olmağı və şərh bölümündə fikirlərinizi bölüşməyi unutmayın. Sağ olun, sağlıqla qalın.